Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrafil enbiya vel mursalin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in ve ba'd. Allah həmd olsun. Üzerimizdə olan ən mühim ibadətlərin birini cəmaat şəklində ada etməyi nəsib elədi. Və sonra əziz qardaşlar, Peyğəmbər sallallahu aleyhi ve sellemin üslubundan idi dəvətdəki ən önəmli olan məsələni təkrar insanlara anlatsın. Və elm əhli deyir ki, bir şeyi təkrar anlatmaq o şeyin əhəmiyyətli və mühim olmağının əlamətlərindəndir. Və bu üslub elə bir üslubdur ki, bilməyən öyrənir, bilən isə təkrar edir. Və insan həmişə sevdiyini, əziz olan şeyi daha çox xatırlayır. Ona görə İslamda ən böyük nemət bir insanın müsəlman olmasıdır. Bir insanın sünnə əhli olmasıdır. Bir insan Allahı kamil sifətləri ilə, gözəl adları ilə tanımasıdır. İbadətlərin bütün növlərini tək ona sərf etməkdə muvaffaq olmasıdır. Allahı yaradan kimi qəbul eləyib və hər şeyə gücü çatan kimi qəbul eləyib, öldürdükdən sonra diriltdiyini qəbul eləyib və hər sıxıntıdan insanı çıxardan kimi qəbul eləyib ona inanmaqdır. Əziz müsəlmanlar, Allahın bizə verdiyi ən böyük nemət İslam nemətidir. Ən böyük nemət. Və elm əhli İslam nemətlərinə nemətlərdən demir. Çünki Allahın bəşəriyyətə ondan böyük verdiyi nemət yoxdur. Başqa nemətlər var. Ona dedikdə deyirlər ki, Allahın verdiyi nemətlərdəndir. İxlas neməti və hər hansı bir xeyr əməllərə muvaffaq olma neməti, qardaşlıq neməti və s. kimi. Amma İslam elə böyük bir nemətdir ki, ona heç nə əvəz ola bilməz. Ona görə əziz qardaşlar, bunu qorumaq üçün, İslam dinini qorumaq üçün gərək müsəlman onun fəzilətini tez-tez xatırlasın. Və nəinki xatırlasın, insanı sabit edən əməllərdən də möhkəm yapışsın. Çünki insan ən çox sevdiyi şeyi ən ehtiyatlı yerdə saxlayar. Və ona zərər gəlməkdən daima qorxar. Və onu insanların əli çatmadığı bir yerə qoyar. İnsan evdə olan malını, mülkünü, qızılını, qiymətli nəyi varsa, onu ən güvənli və insanların əli çatmadığı yerə qoyar. Və onu əgər bir qəsd eləyib, onu əlindən almaq istəsə, onun ehtiyatlarını da görər. Hətta bu zərərli çəkməsin deyə. Ona görə İslam nemətini qorumaq üçün də insan ehtiyatlı olmalıdır. Və insanları İslam nemətindən uzaqlaşdıran hilələri bilib, ondan çəkinməyə çalışmalıdır. Birincisi, möhtərəm qardaşlar, ən böyük insanı İslamına və imanına xələl gətirən şeylərin biri şübhələrdir. Şübhələr. Və bu çox təhlükəli şeydir. Çünki şübhə olduğunu şübhəni bilən insanlar dərk edir sadəcə. Və şübhə bəyan olunduğu zaman, insanlara atıldığı zaman o bir şübhədir deyib danışılmır. O həqiqət olaraq qələmə verilir, həqiqət olaraq danışılır. Və onu danışan insanlar ola bilsin ki, onu insanlara yeritmək üçün səmimiyyət göstərsinlər. Siz baxırsınızmı, batil əhli necə də danışdıqlarını bəzətirlər. Necə də, yəni belə çıxır ki, artisti edirlər, hətta bu şey insanlarda qalsın deyə. Ona görə şübhə qapısı ən təhlükəli qapıdır. Və şübhə qapısından çaşan insanları, azan insanları geri qaytarmaq demirəm mümkün deyil, amma çox çətindir. Ona görə əziz qardaşlar, sələf-i salihin metodu belə idi ki, onlar heç zaman öz elmlərinə, öz ağıllarına, şəxsiyyətlərinə güvənməzdilər ki,
bunlara heç bir şübhə girə bilməz. Onlar bu şübhədən uzaq durmaqların əsas səbəbi İslamlarına, imanlarına xələl gəlmədən qorxmaları idi. Ona görə bundan qaçmağın iki yolu var. Ən önəmli iki yolu var. Birincisi odur ki, insan öz əqidəsini doğru şəkildə öyrənsin. İlk öncə sələf-i salih öz əqidəsini, əhl-i sünnənin əqidəsini, yəni sahabələrin və tabeinlərin əqidəsini gözəl şəkildə öyrənmədikcə başqa əqidələrdə nə var deyib baxmazdılar. Çünki sabit olmayanların əqidəsinə baxmaq insanı sabitlikdən uzaqlaşdırır. Deməli, ilk növbədə müsəlman həris olmalıdır. Peyğəmbər s.ə.v-in sahabələrə bəyan etdiyi, sahabələrin tabeinlərə bəyan etdiyi əqidəni öyrənsin. Ki, hətta şübhədən özünü qorusun deyə. İkinci yolu da möhtərəm qardaşlar, insan şübhə əhlindən uzaq durmalıdır. Dost elə bir şeydir ki, yaxın olan elə bir şeydir ki, birbaşa insana təsir eləmir. Yavaş-yavaş təsir eləyir. Və şübhə əhli ilə, hətta elm əhli məsləhət görməzdir ki, sən imanda, elmdə kamilliyə tərəf deyilsənsə, o zaman məsləhət görmə ki, gedim mən onları dəvət edeyim. Şübhə əhlinə, yəni elmin var deyib olmadığı zaman, özünü bəyənərək gedib demək ki, mən onları islah eləyim. Onlar bəzən elə bir şübhə ata bilərlər ki, ola bilsin ki, anında sən onu inkar eləyəsən, amma o sənin qəlbinə sən hiss etmədiyi yerdən daxil olar və sən onu həll tapmazsan. Bir gün Həsən el-Basri rahiməhullahın tələbələrindən biri girib, deyir ki, sual ver. Həsən el-Basri dərs keçərkən tələbələrinə bir nəfər girir, deyir ki, sənə sual vermək istəyirəm. Həsən el-Basri deyir ki, yox, olmaz. O gələn insanda Mu'təzilə olur, Mu'təzilə əqidəsi sahibi olur. Ata ibn Vasilin tələbələrindən olur. Həsən el-Basri deyir ki, olmaz. Deyir ki, o zaman bir ayət oxuyayım, qulaq as ki, deyir, olmaz. Bu çıxır gedir, tələbələr soruşur ki, imam, sən imamsan, sən elmin var, sən savadın var, sən nəyə görə bu insanı qulaq asmadın ki, ayət oxuyurdu ən azından sənə. Deyir ki, qorxdum ki, qəlbimə şübhə atar və mən onu dəf elə bilməzəm ölənə kimi. Qorxurdu. Ona görə elm əhli şübhədən və şübhə əhlindən çox çəkinərdi. Həqiqətən. Çünki bəzən şübhə əhli ortaya atır ki, bəzi insanların qəbul edici şəkildə şübhələri ki, hətta şübhəsini yeridə bilsin deyə. Şübhə əhlində, bidət əhlində ümumiyyətlə belə baxsan, forma şəkildə falçılıq, yəni falçılıqlarda olan metod var. Falçılarda olan metod nədir? Onlara bir xəbər çatırsa, onların üstünə də yüzünü qoyub, həmin insana o şeyləri çatdırır. Və əgər o kimin haqqında danışasıdırsa, əgər onda heç məlumat olmasa, elə bir şeyə toxunur ki, mümkündür ki, o umumən insanlarda olmaz. Məsələn, bir insan şübhəsini yeritmək istəyirsə, yeritməzdən əvvəl o insana deyir ki, səndə ağıl kamilliyi var, hürriyyət var, qulaq asmaq hüququ var, sən gərək hər şeyə baxasan. Baxasan, görəsən ki, xavariclər nə deyir? Bax, görgünən cəhmiyyələr nə deyir? Bax, görgünən murciyələr nə deyir? Bax, görgünən mu'təzilələr nə deyir? Bax, gör, buna deyir, səndə hüquq var, ağlın var, ayrı deyilə bilirsən. Nəyə görə özünü məhdudlaşdırırsan? Bunun özü şübhədir. Ki, hətta o insan şübhəsi səni yeritsin deyə, ona dinləyəsən deyə və sənə hürriyyət qazandırır. Deməli, əziz qardaşlar, bunların bu cür üslubu şübhələrini yeritmək üçün işlətməsi eyni zamanda falçıların üslub baxımından insanları qandırmaq üçün, allatmaq üçün və yoldan çıxartmaq üçün işlətdikləri üsluba bənzəyir. Deməli, eyni zamanda bir insan şübhədən çəkindiyi kimi, yəni şübhədən çəkinmək üçün əqidəsini öyrəndiyi kimi, eləcə də şübhədən və şübhə əhlindən də uzaq olmalıdır. İkincisi, qısa şəkildə
İslamın sabit qalması üçün insan imanını qoruması üçün, İslamını qoruması üçün ehtiyatda olacağı ən mühüm şey şəhvətdir. Şəhvətdən uzaq olmasıdır. Şəhvət də sir olan bir şeydir, əziz qardaşlar. Yəni, şəhvət dedikdə insanların istədiyi deməkdir. Yəni, bir insan əgər bu İslam dinini, iman dinini, bu imanını ancaq istəklərini yerinə yetirmək üçün yaşamaq istəyərsə, o insan İslamı, imanı saxlaya bilməz. O mənada ki, insan səhər namazına durmaq istəmir. Nəyə görə? Çünki səhər namazına durmaq üçün gərək şirin yuxunu tərk eləyəsən. Hava soyuqdursa, isti döşəyi tərk eləyəsən. Və adam soyuq zaman soyuq suya toxunmaq istəmir. Su ilə dəstəməz alasan, yuxun qaçar. Və sonra oturub ibadət eləsən. Nəfs istəmir ki, otura Quran oxuya, otura kitab oxuya və elm məclislərində səbr eləyə. Nəfs istəyir ki, çox yeyə, dadlı yeməklər yeyə və sonra içə və sonra deyə, sonra gülə və s. kimi. Deməli, insana İslamına və imanına xələl gətirən səbəblərdən biri də insanın şəhvətinin qulu olmasıdır, istəklərinin, arzularının qulu olmasıdır. Və bu da şeytanın üslublarında olan hilələrdən biridir ki, insana əgər şübhə tərəfdən girişə bilməsə, şəhvət tərəfdən girişir. Bəzən hətta mübah olan şeylərdə insana geniş qapılar açır ki, hətta o insan bir çox xeyirlərdən uzaq qalsın. Yatmaq sünnədir. Yatmaq, yəni ki, insanın xarakterində olan bir Allahın qoyduğu bir qanundur. Yatmaq olar, müstəhəbdir. Deməli, ola bilsin ki, sənə deyək ki, yat ki, istirahətə ehtiyacın var. Və sən o qədər yatağını eləyə ki, hətta bəlkə də hər gün sabah namazından sonra yatırsan, rızqı paylanan günü, rızqı dağıtılan vaxtları sən bundan uzaq olursan. Yemək mübahdır. Ola bilər ki, o qədər sənə qapı aça ki, yeməlisən, əlhamdülillah neymətlərdir və s. kimi, o qədər yeyəsən ki, yedikdən sonra hər hansı bir mənfəətin arxası ilə getməyə səndə hünər qalmaya, hal qalmaya, taqat qalmaya. Deməli, qısacası möhtərəm qardaşlar, bir insan İslamı, imanı qorumaq istəyirsə, daima bu iki şeydən özünü qorumalıdır. Həm şəhvətdən, həm də şübhədən. Hər ikisini özünə düşmən hesab eləməlidir. Və bundan çıxış yolu da var. Şəhvətdən və şübhədən insan canını da qutara bilir. Və bunun yeganə vəsiləsi də bir insan doğru şəkildə İslamı öyrənib və sonra İslamda olan əmirləri, yəni vacibləri doğru şəkildə yerinə yetirib və sonra şəriət baxımından, şəriət tərəfindən qadağan olunanları tərk eləməsi, onlardan çəkinməsi şəhvətdən və şübhədən uzaq olmanın yeganə vəsiləsidir. Əgər insan vəhiyyə, yəni kitab və sünnətə ehtiram göstərməsə, hörmətlə yanaşmasa, onsuz onun gününün olmayacağına inanmasa, bu insan nə şəhvətdən, nə şübhədən canını qutara bilməz. Allah bizə işte faydalardan etsin. Allah bizi həm şəhvətdən, həlak edici şəhvətdən, həm də həlak edici şübhədən qorusun. Dinimizdə bir sabit etsin və müsəlman olaraq yaşayıb, müsəlman olaraq köçməyə nəsib eləsin. Və sallallahu aleyhi və səlləm alə nəbiyyə Muhammed və alə alihi və sahbihi əcməin.